Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Arkadaşlar biz hiç iyi değiliz. Böyle low xəbərlə videoya başlamaq kimi olmasın dostlar. Bugün səhəri Əsnatın qusması ilə açdıq. Deməli, Əsnatın ad günündə mən zəhərləndim. Mənim ürəyim bulandı, nə bilim, mədəmdə problem oldu. Gülsümün ad günündə də Əsnat qustu arkadaşlar. Biz artıq bütün bu olayları bizim hər bir belə deyim bayram və yaxud da hər bir ad günü və yaxud da hər bir etkinlik öncəsi bu videoya düşməyimizi artıq ailəlikcə Əsnatın hər şeyi çox səbirsizliklə gözləməyinə bağlayırıq. Çünki nə zaman Əsnat bir ad gününü, bir özel günü, bir hadisəni çox sabırsızlıqla gözləsə, həmişə birimizin başına iş gəlir. Bu artıq bəlkə də 6-7-ci dəfədir. Salam aleyküm. Aleyküm. Şəhriyar Əsnadı xəstəxanaya apardı arkadaşlar. Evlə geyindi, kesildi, evlə şeylərdə paltarlarla, nazırlarla çəkmişəm orada. Həqiqi, qoyarıq o kadrlarda. Uşaqlar ayaq sağ olun, xəstəlik yayılıb, virusu, qarnı işləməklə, Əsnatoji deyir ki, sübdə elədi. Necəsən? Ha? Amma rəngcufun yaxşıdır əsən. Burada çox uşaq var, Əsnat. Ha? Hala qalıb da bir saat zaten. Əlvə hər yeri vurub ağzıma vurma, burada viruslar var. Spit alaram, əllərdə spit yersən. Halın yaxşıdır. Ha? Sistemi çox yavaş-yavaş yedir. Əsnat səbirdən düşür. Əsəbləşir, dodaqlar zadı göyərdir. İndi dağdar bu yerində, bəyək dağdar. Mənə birisi də dayanmadan zəng edir. Ofşun da orada ürəyə partiyyə ki, virus yayıldı. Rabiyə ilə Məryəmin rejim deyir. Rabiyə ilə Məryəmin ürəyə partiyyə Əsnat. Yazı uşaqlar getirir mədələrini yumaya. Dəli eləmə. Sən kimlə görüşmüsən, sən canım? Heç kimlə salamlaşmamısan? Öpüşüb görüşməmişsən? Sən Allah'ın dostun. Nədir? Yox, sən xəstə dörsən. Nadir düşəndə bir spirtalar hamımız ispirtlər çimək sonra maşına minək. Ehtiyatlı olun, dənizdə zətdə hər yerdə xəstəlik yayılı virus. Mədə bağırsaq virusudur. Çox apatsındır. Arkadaşlar, dənizlər anı çalar doludur, tıklım. Qusmayla, zəhərlənmə. Qusma, qarnı işləmə. Allah hamısının kömək olsun, təzə virus yayılıb da belə çıxır ki. Hamı da deyir, dənizdən gəldi, səhəri belə oldu. Dəhşət. Deməli, dostlar, xoş gəldiniz Nadir bəy, Şəhriyar bəy. Ümid yoxsan, nə yaşayan aşağının şey deyil. Yox, xəbər. Hər şey ya. Həqiqət isə. Tək-təkinə ağıl boyda ağır şeylər. Qapını dedin, Nadir bəy, gəç sənə kömək eləyim də. Qaldırın, qalmır dəfə. Ümid deyir ki, eləmə, Sumbata deyir, yox, gəl eləyim də. Nadir getdi, yapışır. Qalmır dəfə. Qışqırmayın, uşağı zorla yatıstırmışam. Ümid onu tək Sənin oğlun, o qoç bürcü oğlun, mənim başımı oynatıb bugün. Mən bilsən necə, və onu salmışam kenguruya, 2 dəqiqə makaronun suyunu tökmüşəm, zırıltını vurub qaçmışam, təzdən beşiyə uzatmışam, yatıb. Aşkım, bunları çıxart evdən acı biberlər. Nənə deyərdi ki... Nə qəşəydi bu? Tərbi şirindir. Şirinsə qalsın, acınsa... Hə, sonra getmişəm, su qaynayıb, makaronu qaça-qaça tökmüşəm, qucağıma da götürmüşəm, tək qalmasın, ağlamasın, zırıltını vurub, makaronu bilməmişəm, nə tək tökmüşəm. Balınçada bir uşaq gördüm, evlə başı belə yatızır, qız uşağı idi, belə başı belə olmuş. Neyim, şezikdir. Biraz Şəhriyar təsəvvürlü, biraz əl vururum, durur, başlayır dəli kimi ağlamağa. Özü qoy baxınca yola. Sən də dəli yerə qoy bir böyrü. Başımı oynatıb, 2 dəqiqə bugün var ha, sənə and verirəm. Uşaqlardan soruş, sən gedəndən beşiyin bölündən durmamışım. Ayaqlarım keymiş deyə. Məryəm gördü nə gündəyəm. Analar Birliyi, Ofeliya Şirin, görün, nələr çəkib. Allah senin cezanı vermesin. Düzeldi.
İndi nerede? İndi. Nakuşgildə qaldı Asiyə arkadaşlar. Onun paltarlarını aparacağıq. Şeydir, adı nədir? Orada geyinəcək. Birdən getmərik adı günə deyə orada qaldı. Ölərəm onun üçün çox bilirik o. Gedirəm mən də hazırlaşmağa gediriksə. Hə? Xalça nə qəşəng yumsa. Tərpəm rahat necə qoysan elə də qalır. Qalır qoruyor. Heç nə gedirəm onda hazırlaşmağa. Mən də düşün maşın tez baza bir dənə səlqəyə salım. Bunlar maşını yudusa, birinci maşını yuyacaq, sonra qurulayacaq, sonra girəcək, çiməcək, sonra gəlib əynini dəyişəcək, sabahı çıxarıq. Təzə stil yaradırım özüm. Hə? Təzə stil yaradırım. Nə stili? İşte saçını uzadım. Həqiqi. Saçın saqqalını uzadı, saqqalı ilə saçın hörəcə bir yerdə. Rabia kim eləyəcəm? Saqqalım var. Heç nə, getdim hazırlaşmaq onda, Gülsümün ad gününə. Evet arkadaşlar, mən bir dənə videoma baxın, üstüm qusmaq, çiynim zadım, saçım başım nə gündə, həqiqətən ciddi deyirəm qızlar. Saat 5-in yarısıdır, görürsünüz. Saat 5-in yarısıdır, Zeydin ifşasıdır ekranında. Saat 5-in yarısıdır, saat 10-dan bu yana hesablayanda nə qədər eləyir? 3 saat oradan, 4 saat, 7 saat yarımdır mən oturmuşam, təsəvvür edirsiniz. 5-i yerlədirəm ancaq, əllərimin içi göynüyür, ciddi deyirəm, həqiqətən. Nəysə, bu uşaq bu evə gələndə dedim, sizdən xahiş edirəm. Bu uşaq yerlənmək nədir bilmir, yerlətmir mənim uşağımı. Heç nə olmaz. Dədəsi belə elədi, indi əlimiz bütün günü belə-belədir, qırılır qollarımız, muskul çıxartmışam hücuma. Deməli, Gülsümün ad gününü meşəlik bir yerdə, çay kənarında, restoranda keçirdəcəklər. Ora don geyinməyi düşünürəm. Naratomi kombin videosu deyil, çox uzatmayacağım. Zəhrə keçən dəfə gəldi, mənə dedi ki, sən sport geyinmə bir müddət, qadınsı geyin, belə klasik geyin, mənim xoşum gəlsə elə genəldə yaraşır sənə cart-curt. Ona görə bugün Zəhranın şərəfinə klasik geyinirik qızlar. Əslində olan yenə şalvar köynək geyindi çıxdı. Ya bugün həqiqə elə geyinəcəm. Mavi cins, daha doğrusu göy cins bir dənə donum var, onu geyinəcəm, kabluq geyinəcəm, çanta taxacam. Ondan da əlavə bəlkə axotum qalsa, makyajımı eləyəndən sonra bəlkə saçımı da vurdum, bilemiyorum artıq. Getdik, geyinim gəllə. Deməli qızlar, paltarımı geyindim. Paltarım belə bir şeydir, kabluqla olacaq. İndi bilmirəm kamerada necə düşür, amma mən özümə şəxsən bir yerimi talan eləməyim. Bu paltarı yaraşdırıram. Yəni belə mini, şirin bir cins dondu. İndi keçmişəm makyaja. Bugün ad gün olduğu üçün xüsusi olaraq tanalini vururam. Gündəlik bilirsə tanalini işlətmirəm. Çünki üzə həm ziyandır, həm günəş vuranda ləkə salır üzə. Amma ad günündə olar. Zaten axşamda demək olar ki, günəş qalmayıb. Tanalini vurandan sonra, özümüzü mumiyaya çevirəndən sonra sabitləmə spreyi vururam ki, tanalinim evdən çıxana qədər əriyib bitməsin. Çünki ev istidir. Allah, dur, gözümü açamıyorum. Çox hafif, birazcık, çox cüzi, abartmadan. Oh my god! Abartmadan. Allah cezanı vermesin. Bir dakika geliyorum. Evet, toparladım, geldim. Bence toparladım. Biz bu şeydə YouTube'da kamera hər şeyi olduğu kimi göstərir. Deməli TikTok'da amma pürüzsüzləşdirici effekt deyə bir effekt var. Misal üçün onu mən həmişə 40-da zadda qoyuram da, tam %100 qoymuram. Çünki bu mən deyilim. Hə, şeydir, yəni YouTube'da yəni sifətimin halı zaten ortalıqda olur da, TikTok'da kimi aldadacam. Heç nə 40%-də pürüzsüzləşdirici qoymuşam həyatdan küsməmək üçün. Allah'ı sürtürəm makyaj videosunda. Xəbərim yoxdur özümdən əsl real həyatda necə görsənirəm. Videoda mükko görünürəm də, yəni süperin süperi. Makyajı bitirdim, videonu paylaşdım. Elə maşın güzgüsünü aşağı yendirməyimi gördüm. Palyaçoya oxşuyurdum arkadaşlar. İnanabiliyor musunuz? Bu da böyle bir 5 qəpiklik hekayəm. Şimdi sıra kapatıcıda. En sevdiğim özel gün kapatıcım maşında qalıb. Ona görə bununla idarə eləyəcək, yapacak bir şey yok. Orada sonra təzəliyərəm onunla.
Elə bir üzüm çox ağ qaldı. Allıqı abartmayayım dərkən fazla ağ oldummuş gibimə gəlir. İndi bir dənə dodaq kombomu eləyim, onu da biləcəm. Bugün 2 dənə eyni marka ilə eləyirəm dodaq kombomu. MAC-in karandaşı, MAC-in hələ ilk dəfə ağzına açacağım pamadası. Dodağımı çərçivəliyim. Əslində sadəcə dodaq karandaşım belə yetərlidir, amma birazcık dodağımı pamadaya bandıracağım. Çox az. Bunu da ilk dəfə sifətini çox az, çox az. Yəni heç yoxmuş kimi hətta belə deyim. Oy, çox qəşəng bir dodaq rəngi alındı. Sevirəm bu rəngi. Aha, indi xoşum gəldi axı bu rəngdən. Bunu abartdıqca abardacağım. Sonra oxşayacaq dodaqlarım mındar bir günə. Sonra silip təzdən eləməli olacağım. Burada diyan. Allahın cezası burada diyan. Şö. Bu da hazır. Hayda. Bir şey ürəyimcə deyil. Bilmirəm nə. Gözdə saçım açım. Deyəsən allıqı abartacağım arkadaşlar. Beni affedin. Yapacak bir şey yok. Bak bunun gününə bak. Allah'ım. Birine sesimi çıkartmadım. Arkadaşlar şuna bakın. Bir saniye. Bu görünmür sizdə. Necə ifadə edeyim fikrim. Bunun ucunun vidinə və üstündəki tüklərə bax. Yəni mən bunu allıqı bu şəkildə qoyub getmədiyimi and içə bilərəm. Bunu gördüm şeydə. Adı nədir? Makyaj çantamda sınıb baxın arkadaşlar. Təp-təzə idi. Cəmi bir dəfə sürtmüşdüm. Dedim yəqin təsadüfən olub. Amma bu təsadüf deyil. Bunu kimsə yapmış. Makyaj malzemelerimi kızlarım böyüdükçe artık koruyamıyorum arkadaşlar. Özüm qıyıb işlətmədiyim hər şeyin bir sınır artıq. Biraz aydınlatıcı vuracağım. Görüm üzümün. Əslində rəngli deyə kamerada niyə belə görsənir? Bəlkə də kamerada elə görünür. Telefona yükləyəndə video normal görünəcək. Nəsə ürəyimcə deyil makyajda şu an. Bəlkə də saçım. Evet arkadaşlar, sorun saçlarımmış. Saçlarımı daradım. İnsan içine çıkarttım. Bir özüne geldi bence kombinim. Lookum daha doğrusu. Prosta saçlarımı yine yığmalıyım. Çünkü ben bir anneyim. Ve bu saçla indi gedeceğim. Zeyd kucak isteyecek. Bir de göreceğim tüklerim bir topa Zeydin elindedir. Ona göre yığıram təzədən. Artık ad günü məkanına çatanda açaram. Qaldı bir dənə parfümlənməyim. Hansı parfümü vuram bugün? Qərarsız qaldım. Bu duxunu o qədər çox tərifləyirlər. Həddindən artıq çox tərifləyirlər. Hamı da yəni çox sevir, çox tərifləyir. Mən də bəyənirəm. Prosta geriyə qalan qoxusu gözəldir əslində. Bax, iynədim momentani biraz turş gəldi burnuma. İynəyib qutarandan sonra qapağını bağladım, yaxşı bir qoxu buraxdı arxasında. Bunu demək olar ki, heç kəs işlətmir bizim evdə. Yəni görürsünüz bir çıqqana başından istifadə olunub. Bir də ən az kullanılan parfümləri göstərirəm. Bir də baxın bu Tom Ford'un Velvet Orchid'i. Məncə kullanılmayıb. Heç bir damcı belə kullanılmayıb. Bunu bəyənmirlər. Baxın bir dənə bunu ilə. Evet. Əslində o qədər də pis deyil, amma o biriləri yəqin daha çox bəyənirlər. Bugün idol vururam. Nəsə bir qaza gəldim. Sürü psikolojisi. Uşağım indi iyimdən məni tanımayacaq. Deyəcək, benim annem böyle kokmuyordu. Annem böyle kokmuyordu. Şu uşaqlar, mən hazıram. Gedək görək Şəhriyar maşını yuyub bitirib, yoxsa hələ maşın yuyurlar. Ümid edirəm ki, Şəhriyar hamamdadır. Hə? Yox, yanlış ümid eləmişəm. Hay Allah, tez olun. Nə olar tez olun. Nə olar tez olun. Arkadaşlar, deməli Şəhriyarı gözləyirik. Zeydin başında qalmışam. Məryəmlə oyun oynayırıq. Orada oturub tıxa-tıxa mənə deyir ki, mahnı söz deyəcəm, onlarda mahnı tap. Yəni yazılmış mahnılar tap. Buyur, başla. Bayaqdan pis getmirəm, tapıram. Deyirən keliməyi mən mahnını deyəcəm. Cücə. Cücə? Cip cip cücələrim, mənim geçik cücələrim. Gözdə telefona keçim. Hə, ikincini də.
Bir haber verir ona. Nə? Bir haber verir ona. Aşkım sən cümlə dedin, bu söz deyil. Nasıl? Yo, söz dinə. Cümleyle daha farklı. Yox, mən bir xəbər verir ona, o belə bir mahnı bilmirəm. Bir haber verir ona bilmem. Bir haber gelir ona göre. Hə, onu da bilmirəm. Denizler olana. Hə. Söz dinə, söz, mahnı demə. Ölərəm sən söz. Aldeni. Xaldenlik nədir Məryəm? Normal söz deyirsən, nə demirsən bağlayıram. Yaşlı yok değil. Kız. Sarı qız mahnısı var. De Quranan olsun, qız gözdə. Bilmədim. Bilmədim də. Bilmədim. Normal bir dənə söz deyim, normal bir dənə mahnı oxuyum. Mavi. Mavişim maviləndim, kapına kilitləndim. Sevdanı oxudum da. Kalp. Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Yıldızların altında. Mən sənə deyim, maşın. Meryem Mahmut eşitmemişler bile. Xodda maşının nabrana sür eşitməmsən, misal üçün. Hiç eşitmemişim. Maşın sözü olan mahnı eşitməmsən. Rabi, bunun qulaq asdığı o mahnıların heç birində maşın sözü yoxdur. Şaptır. Ancak bunun gibi. Qaqaş avtoşda maşın demir. Anneciğim, sən bir dənə döşək və silə bilərəm telefonu ekranını, kusura baxma. Ben maşınla ait bir mahnı bulatmamışım. Elə, yaxşı. İndi sən maşına aid mahnıya qulaq asan yerdə eşitsəm, çəkəcəm birbaşa. Oğlan. Bir haber gelir ona. Değiller ki oğlanı. O sevdiği. Elə bir şey yoxdur, göpa basma. Bak buranın Düz deyir. Hə, Ben resim okuyordum ya. onda sayıram onu. Ev. Ne? Ev. Varlandırıram sən yavaş yavaş. Ben bilmiyorum. Ait mahnı. Bilmirsən? Yaxşı. Sonuncunu deyirəm, tapdın, tapmadın. Keçdi də, uduzdun. Ya ben ne diyeceğim? Hamısını düz bilmişim bile. Çetmen sen de. Rüzgar. Rüzgara yazılan 1000 dənə mahnı var yəni. Rüzgar. Yallah. Rüzgar. Nerede bu? Rüzgar ayırmadı var. Rüzgar. İçində rüzgar kəlməsi keçən bir mahnı biliyor musun Nadir? Nə? Tele mahnı eşitmemişim. Eşitməmsən. Yaxşı. Aşk. Buna da eşitməmişəm deyə bilməzsən necə. Mümkün. Serseri bir kuş. Bana Nereydi o? işte sen de. Kalp, serseri bir kuş. Aşk değildi. Sen bir dayanaydın da. Patikaya başladın. Pasatkaya baş şişmiş nə deyə? Rabi ölərəm sən üçün. Nə gözəl kombinin var sənin. Kuş ne? Aşk. Hə. Aşkın olayım. Buralar sende. Hə, düzdür. Söylenmedi hiç. Sana layık düşler benden önce tutsak yüreğim. Biliyorsun sen de. Xandı bəyimdə Məryəm deyir ki, o nədir? Oğlan kimi. Yazıblar da yorumlarda. İndi sən nəyə üstünü vurursan? Gəldim gördüm o da bunu götürüb. Adım Sən əlindəki Məryəmin köynəyi. Bak ben seçindi. Gör necə bazıyam ki, o mən köynəyimi verim, mən sana köynəyimi veririm. Mən ona məktəbə gedəndə öz şalvarımı ona verirdim. Özümsə məktəb şalvarı geymirdim, ona görə də danlanırdım. Gör necə nadir bir hadisədir ki, məktəb illərindən qalan bir dənə. Yo. Ondan sonra da vermişim Allah haqqı. Yalandan deyil. Gör nə deyirəm sana, o qədər yalvarmışdım, bir dəfə şalvarımı verdi mənə geyinməyə. Hə. Olmam, gündəlik. Nəçələməsəydi. Niyə sən mənim köynəklərimi ləkələyirdin, yenə verirdim mən. Da aldırdı deyə. Ataya qara qaldı. And iç mənim heç bir köynəyimin nə biri, bir neçə dənə ləkələmisən. Yalan danışma, Allah'ın haqqına danış. Yubka geyinmək. Ona görə Hə? şalvar verdi.
Ve az günden sonra falan küreksiniz. Yox. Orada su gelir yansın. Hə. O özünə qara kaldotka aldırdı ki, yubka giyinsin. Ona görə o şalvar da verdi mənə geyinməyə, qurandasın. Ondan qabaq da verdim yalanlar. Ondan qabaq 2 dəfə Siz yalvarmış. ikiniz də bir-birinizə paltar versiniz. Sadəcə Vermirik. 10 dəfə 10 paltardan 9'u Məryəm verirsə, 10 paltardan 2'sini də sən verəcək. Bu evdə ən istəyirsən mənəm ən... Agitasyon eləmə. O nə dəxlisi var? Agitasyon eləmə. Olanı dedik də. Ö. Hə, getdi fos edir. İndi bu öz ağlında. Arkadaşlar, mən heç kəsin haqqına girmirəm. Yəni həqiqətən mən yaxşı olanda Məryəmi də niyə qınadığım, Məryəmi də eləşdirdiyim vaxtlar çox olur. Həddindən artıq özü də çox olur. Hətta Rabiyyədən çox Məryəmi bu aralar. Yəni o mövzu bundan açıldı. Mən də mövzu bundan açıldı. Mən də bu üzrə olan xüsusiyyətləridir. Misal üçün mövzu açılsaydı hal-hazırda Rabiyyənin xeyrinə olan bir söhbətdən orada da Rabiyyənin tərəfini tutacaqdım. Yəni ayrı seçkili və yaxud da Rabiyyə dünyanın pis adamı deyil. Daldan dil çıxartma. Videoda agitasyon edib daldan dil çıxardı. Özdə Məryəmi Allah'ın da olsun, bir gram da olsun o videoda atasyon etsi lazım da dur. Eləməyəm də, neynəyəsin? Məryəm şeydir, adı nədir? Fədakar sözünü isə 90 il dəyişdirmir. Əvvəl idi o da. İndi fədakar deyil. İndi normaldır. Hamı kimi. Hə. Bismillah. Sözündən axın suya qurban olar. Allah eləməsin, niyə elə düşən? Hə? Hə, nə deyirsən? Deyirən qutar. Söz ver, mahnı verirəm sənə. Söz nə? Söz ver, mahnı verirəm. Belə oxuyasan mahnını sağ ol. Əksi qalsın. Mən də sərus ver. Söz ver. Ulduz. Get mən sərus ver, fikirləş. Hava göz səndə. Evet arkadaşlar, evdən çıxdıq. Bugün yarım kadro yox, əsnad yoxdur aramızda. Məryəmin ad günü luku, yaşıl xaki rəngdə köynək və xaki rəngdə sportivli şalvar. Rabiyyə bizim dəyərli, mötəbər reperimiz. Amma həqiqətən qəşəng görsərsən ciddən. Nadir bugün təzə cicişlər geyinib arkadaşlar. Yeni paltarlar geyinib. Kepka da istədi taxsın, amma alındıra bilmədi nəsə. Kulaklarım çok böyük. Və Asım paltalarını götürdü. ən sonda Şəhriyar Fərəcov qarşınızda. Arkadaşlar inanın siz heç bir damcı da olsa biraz bir dənə əslini görüm, özümə bəlkə elə bilərəm. Əsl qalıb beynimdə. Əsl ata səni çox istəyir, narahat olma. Əlim sənin üstündədir. Yenə dedi qusmayacam qustu, hə? Qustu yolda. Ha, De Quranan da olsun. vallahi düşdü balınca həyat. Özün yol boyu saxladı, danışır. Onu danışırın beydi. Yox. Həqiqət isə. Balınca həyatında düşən kimi Vay, uşaq maşı Mənə belə batmasın deyə. ata qorxma ya. Mən elə belə edirəm, mədəm təmizlənsin. Mən ona demişdim, qus yüngülləşəcəksən. Məndən oğru. Qoymurdu ki, qorxma ya. Sən qorxma. Bizdən də Nasıl uşaq neynəsin? 1 litr sistem köçürüldü ona, 1 litr. Oy. Hə. Bizdən də oturmuşdu, qısmaya gəldi udurdu. Dedim udum. Hə, gördük oturub bir... Biz hamımız Əsmadan Yəni öyrənmişik. içimizdə arkadaşlar çox balaca malaca qızdır. İçimizdə ən balacası Əsnaddır, amma ən güclüsü də Əsnaddır. Çox dilənçilidir, çox özünə inamlıdır. Yəni o su çiçəyi oldu, heç kim xəbər Ondan da olmadı. keçsin Məryəmə. Ayaq üstə gedir, amma Məryəmə keçmədi bizim bədbəxtlərə. 7 balanın xəstəliyi də 7 baladır. Arkadaşlar, həqiqətən onu düz dedi. Şeydir, adı nədir? Əsnad xəstələnəndə çox dözümlü olur. Mən şəxsən eşşək boyda adamım. Əsnadla biz eyni xəstəlik tutanda Əsnad o iqruşkalarla oynayır, telefona baxır. Mən otururam bütün gün zırıldayıram ay şeylər, nə vaxt sağalacam, nə vaxt sağalacam. Həqiqətən mən danışanda güldən. Hadi şam qovdu. Sən mənə güləsən, sən ürəyin partiyasaqda. Sən baxmısan nəfəsimiz adımızda. Yaxşı, kəs. Qələt elədim, kəs. Uşaq dəli oldu. Nəysə, Arada qışqıranda heç nə demək. uşaq ayaqda axı. Ha, yaxşı dedim Məryəm. Uşaq ayaqda yox, ay Məryəm. Ata burada qışqırdı, özünə heç nə demədi. Sən burada qışqırsa, özünə heç nə demədi. İkimiz də bir-birinizə deyirsiniz amma. Hə, indi o ayaqda ona görə çox sorun etmirəm. O yatardı o. Şəhərlərin
bölərdim də onu, ciddi deyirəm. Çünki bu gün Necə öyrətmisiniz insanın qolları? Məryəm gördü də, şahid idi Məryəm ki, mən bu gün nələr çəkdim. Saxlayırsan onu, yerlətini yatıp da yuxudadır da. Uşağı yerlətməsən də olar da yatıp da. Hə. Yatan da insan yəni tərpənməsə də Tez olar. keç. Ay Şəhriyar. İndi toz axtarmaq vaxtı idi. Toz axtarmıram, bir şey yoxdur. Hə. Yatmısan, bir də görsən başladı. Hə. Ayaqlar qalxır göyə. Momentan da əlini yumruğunu aparır ağzına başlayır əli ilə döyüşməyə. Təzədən yerlədirsən, şansın varsa yatar, yoxdursa yerlətmədiyin üçün səni cərimə eləyir və oyanır arkadaşlar. Özü də danışır burada. Nəysə, gedirik, Əskuşanı götürüb, oradan da Gülsümün doğum gününə arkadaşlar. Let's go. Arkadaşlar, deməli gəldik Gülsümgilə, Nakuşgilə. Bir dənə dur ayağa sənə baxsınlar. Gülsümün ad gününə özel əsnata Xadıp evdən paltar almışdıq arkadaşlar. Nasıl olmuş, yakışmış mı? Bence çok efso görünür. Yorumlarda puanlayın əsnatın kombinini. Gülsümün ilk hədiyəsini göstərir. Bunu kim alır? Nihatdayda. Yaxınlıqda işıqları yandı, işıqları var idi onun. Hardansa işıqları. Deməli Nihat əmisi Gülsümə kromili ev alır. Kutudan yanır. Hansı kutudan? Hə, de oradan. Oha, görün nə qəşəngdir arkadaşlar. Kromili şafa alır. Yeməklər də var. Yeməklər də var, qazanları var, ona var, çayniki var. Bu nədir bəs yuxarıdakı? Kartlardır. Kartlarıdır. Hə, o da kutudan çıxmalıdır bu aşkım. Mən də bildim o mutfaq şeyidir, şkafıdır, ona görə dedim kutuda qalmalıdır. Çıxa bilər kutudan. Evet, sən ən çox kromini xoşlayırsan. Ona görə Nihadən sonra başqa kim nə alıb? Dökül bakalım. Almışım bilir. Almışım. Sən nə almışdın? Tiyo alır. Anam etsin. Nə? Gətir göstər. Gəl bura. Gətirmək olmur. Gəl görək nədir? Orada kimsə var. Nədir o? Aa! Çox qəşəngdir arkadaşlar. Neon kalp alıb Nakuşa. Ayaqqabını kim alıb? Ayaqqabını da alıb, şalvarı da çönək. Bunlar da təzədir. Baxın. Şalvar Gülsümün kombinine baxın, çox şirindir. Kartlı köynək, yeni şalvar, əsl mən xoşlayan stildə ipli. Ayaqqabılarını da qapıda gördüm. Zəhrə şahiddir. Soruşdum ki, bu krasovkalar kimindir, nə qəşəkdir belə. Zəhrə dedi ki, Gülsümündür. Yəni ən gözəl Anovun hədiyələridir hələ ki, mənim ilk bəyəndiyim. Əsma, sən nə almışdın ona Əsma? Mən ona şinyat almışım hepsini. Nə şirin Çindir, ozma. Özü də giyib ha. Bir Quraman dostu su yürmüşdün Kinder Ozma. Yox, baba pul vermişdi bizə. Hə, sponsor babadır arkadaşlar. Sən nə almışsan Gülsümə? Hə, tərbiyəsi də bula bir heç nə. Niyə? Xeyri olar. Özü həqiqətən. Hə? Yeməkləri nə? Açdın? Çək onu peşkasın yaxına. Haqqırı. Baxın. Mən haqqırı. Hə, gedək. Ben yemək içine koydum. Göstər içində nələr Yanına var. durdum. Ya açalım. Abla bunlarla çıxır da var. Bir tane böyle hamburger. Yo yapışır burana tipa. Çıxarda bilərəm. Atsam fırlatım. İçi boşdur. Evdə mənlə əsnafla süt pişirərsən. Asmama süt. Kartı ki bu. Qazan. Və qazan. Arkadaşlar mutfaq turuna çıxdım. Nə tapsam yaxşıdır. Baldızım makaron supu pişirib. Ən sevdiyim suplar. Ən əslində sevmədiyim suplardan biridir. Prosta baldızım o qədər dadlı eləyir ki bunu. Düzdür ad gününə gedirik kabab mamab. Amma yəni mən dözə bilməyəcəm. Nadir sən də dözə bilmirsənsə sənin üçün də tutdum. Sən istəmirsən. Vahidəyə kömək eləmək istəyirəm. Kababların sayını o zaman. Yo, mən həqiqət dözə bilməyəcəm, yeyəcəm çünki... Naide bacım bu spunu mən də çox xoşlayıram ama. Hə. Yemirsən buna? Aha. Bir dəqiqə, mən düz yandırmıram. Düz yandırmıram. Ha şey soyuqlanda toyuq ətindən bulyon kimi şey gedir, Bunu qərib qaldırda gedir. qorxuram, qaldırma. Nəyi? Çaydanı. Və yandı əlin. Başqa bir şeylə tut. Nadir, nə edirsən? Bir şeylə tut.
Ay sağ ol. Ay deməmiş supu da qoydu ora. Çox sağ ol. Allah razı olsun. Şey uşaqlar mən biraz yemək içmək eləyim. Çıxırıq ad gününə. Arkadaşlar mən Gülsümə bir şey almamışam hədiyyə olaraq. Biz mani belə deyim, bizdə hədiyyələşmə önce pul hədiyyələşməsinə keçib. Nahidə gil gəlir pul verir, biz gedirik pul verir. Uşaq yəni öz istədiyini alar deyə düşündüm. Yəni hədiyyə almamışımdır Gülsümə. Şəhriyə Rəmsi ona pul verdi. Dedim deyim də, yəni sonra deyəsiniz öz hədiyyəmi niyə göstərmədin? Çünki hədiyyə özü alacaq Gülsüm özünə. Deməli bugün gəlmişik, məclisimizə yığılmışıq. Hə, Allah'ın olsun. Əsnad yenə qususu nasiyanamız bərbad oldu arkadaşlar. Deyirəm, evdə bir dənə uşaq xəstə olanda bizdə elə bir ki, bütün ev xəstə olmuş olur. Hamımızın nasiyanası düşür. Bütün bərbad bir vəziyyətə gəldi. Evet arkadaşlar geldik. Ad gününün masanın köpleri keçirileceği restorana. Nereye gidiyorsun? Nadir bizi bekle. Mən düz aşağı yıxılmaya gedirəm. Bəşlə bizi indi nadir. Opel indi uçursa gedəcək. Elə onca da qabağında edirəm ki, yıxılsalar qalırsak. Qaç düz aşağı gedirəm, nə yiyeyim? Ne qəşəng olub bu günlər. Mən də istəyirəm bu günlərdən həyatda. Evet, konsertlə gəlmişik yolda arkadaşlar. Çox sevinmişik. Zeydin konsertiyle bir yolda xəstəxanaya da dəydi. Ad günü qızı bugün ağlaşma gördü, xəstəxana gördü. Maşında deyilmə gördü. Yəni bu Yüksək. ilə hər cürə Şəhər Beylik Bəli, Gülsümə az bu qaldı. ad günü yaman düşdü. qəza da eləyək. Az qalsın qəza deyil. Yəni bu ilə üstümüzdə tüpürmək nəfsi var yəni arkadaşlar. Tüpürmüşlər yəni. Bildiyiniz Gediriyində ad günü kabinetimizdə. olduqda. Arkadaşım yenə açıldı. Allah kahretmesin. Sağ ol. Aman da bir şey yapamıyorum. Sen çekeydin işte. Gelmediyse çekeydin. Qabaq tərəfə keçsin. O tərəfdə başqaları var deyə söyləyəm. Keç o tərəfə sən də. Kamerası düşərsən, çəkimdədir. Yaxşıyam, çox sağ ol xala. Həsrətindəyəm. Allahın Çox sizin sağ olun, balı çox şeylənəm. Yetər. Yaxşı olur. Ay Allah, sizi gördü başladı papağın zadıcı. Ay Allah, stəkanı götürdü koydu təzə. Ay Allah, kartoşkanı götürdü. Vay güldü elini tutdu ağzına. Ay Allah, sizdən nətər. Ay nuş. Utanma. Sen yedi onda. Yemeğe gelmişsən bura. Onda sen yedi. Əgər özümə kola süsürsən mənə də süs. Arkadaşlar deməli oturmuşam uşaqların masasında. Buradan bayaqdan pomidor oğurlayıram, biber oğurlayıram. Əslində bizim pomidor, biber bu tərəfdədir. Yəni mən ortada olduğum üçün həm buradan faydalanıram, həm buradan faydalanıram. Əmin taktikidir o. De Quranan da olsun. Həm. Kartoşka bitti gələn kimi. Ay alayım. Teşekkür ederim. Bu da uşaqlara özəldir arkadaşlar. Uşaqların masasında oturanlar faydalanabilir. Böyüklər tərəfdə yoxdur. Ay yol var imiş. Bu böyüklər canların qədrini yaxşı bilirlər. Nə oldu? Öldü. Nə oldu böcək? Vay dədə. Hə. Vay Rabia başından çəydi ki sən başı var. Vay ürəyim patlayır. Mənim ürəyim patlayacaq. Durun gedək də. Sizdən xahiş edirəm, durun gedin. Mən qala bilmirəm burada. Qala bilmirəm. Problem yaşayıram, ürəyim çıxır yerindən. Allah'ın olsun qala bilmirəm. Ondan soruşdum ki, halın pisdir deyə ağlayırsan, yoxsa oynaya bilmirsən? Deyir, oynaya bilmirəm, onlar kimi ağlamağım gəlir. Aşkım, ay aşkım, bacı sənə söz verdik. Sabah düzələn kimi
Gülsünlə sən oynayasan deyə aparıram gəzməyə. Salam. Can gəl. Arkadaşlar Kruqun neşəsi budur. Bu oynamır deyə bunlar hamısı hərəsi bir tərəfdə avara qalıblar. Sükutdur. Həmişə aləmi bir-birinə qatan, hamını canlandıran budur ölüm sənçisi. Şamın gözlərinə bax. Sənə bir söz deyim. Birinci səhv başa düşəsin, sonra düz başa düşəsin. Gözlərin eşək gözünə oxşuyur. Amma dünyadakı ən gözəl göz eşəyin gözüdür, biləsən. Arı mı? Ən birinci arıdadır. Dən aristokrat danışdı. Dayan da bir dəqiqə, burada 2 dəqiqə kompliment eləyirəm, başladı yenə. Elmi araşdırmalarımı sonraya saxla. Hə, Allah'ın olsun. Ya, ağlamısan, vəbşə gözlərin qəşəngləşib, kariçivisi açılıb. Olmuşsan qəşəng qız. Yəni qeybətçilə bax, qeybətçilə dayanmır, bir dəqiqə ağzı dayanmır. Şəhriyar dedi, Şəhriyar dedi, dur gedək, Gülsümün ürəyi partlayır. Bu heç nə yeyə bilmir. Düyü dimi sənəsi üçün. Hə, şako. Şako sən səhəqib gedək. Çocukum oynaya bilmir. Qoy bunlar yesinlər, gedərik bir yerdə. Hə? Mən oynadaram səni. Yaxşı? Yiyin. Toy kameramanlığına başlamış bulunmaqdayımdır. Boy, pis simirlər. Gəyirir Məryəm şu an üzürlü sayın. Bu kimdir? Ay Allahu Ekber, ay Allahu Ekber. Nəysə. Ay Allah, yenə sənin baxışlarımı tutdun bizi baxan yerdə, bizdən utanan yerdə. Ölərəm sənin üçün. Üstüme kola çocuk yoksa ya. Üstüme kola yoxsa ya, kola ilə yağı ayırt eləyə bilməyəcək dərəcədə nə yaşayırsan sən orada? Vay, sən nə geyinmişsən? Koladır, kola. Yağ, o boyda yağlar da var ki, damcı tökülü belə. Ağzında. Kabablar gəldi. Hal-hazırda Rabiə ilə Zəhra mən kebab yeməyim deyə özlərini də cırırlar burada. O sırada Rabiə üzərə biz nə alaka zarafat edirlər. Şeydir, biz gedirik yemək içməyə, biraz da əsil nastroyeniyasını düzəltməyə. Gülsüm, səni də təbrik edirəm, böyük qız olasan. Bugün sənin ad gününü biz şad xəbərlərlə qarşıladıq, ironi təbii ki. İnşallah gələn belə olmaz. Nə qədər bəd xəbər aldınsa, bu yaşın boyunca o qədər xoş xəbər alasan inşallah. Təbrik edirəm. Məryəm, gəlin bizə şəkil çəkdim. Videonu da burada sonlandırırıq. Kanalımıza abunə olub, like atıb, yorum yazmayı unutmayın.